Elizabet keysəriyyətdir. Elinay normal doğuşdur. Əkizlər keysəriyyətdir. Almaniyada ümumiyyətcə sən özün qərar verə bilmirsən keysəriyyətə. Ümumiyyətcə 80% doğmaq məcburiyyətindəsən. Son saniyə qədər. Burada keysəriyyət ümumiyyətcə eləmirlər demək olar ki. Necə eləmirlər, onu da fikrimi çatdırım. Əgər sənin hamiləliyində apasnılıq varsa, keysəriyyətə girirsən. Onda həkim qərar verir. Burada məcburdur doğuş. Yəni sən bir ana olaraq, bir valideyn olaraq seçim etməyə ixtiyarın yoxdur. Məsələn, mən Nahibəni normal bölüklərdən üzr istəyirəm. Elizabetdə mən risk yaşadım deyə, normal doğuş idi normalda. Son saniyələr məni keysəriyyətə saldılar. Elinay yenə normal doğuş oldu. Amma əkizlərdə biri başına aşağı çönmüşdü, biri çönməmişdi. Və hamiləliyim riskli olduğu üçün və əkiz ümumiyyətcə riskli olduğu üçün ondan əkizləri keysəriyyət elədilər. Əladır. Yəni burada bunlardır ki, keysəriyyət apasındır. Və keysəriyyət uşağa sağlam deyil. Ona görə onlar icazə vermirlər. Burada eləmirlər. Almaniya eləmir. İstəsən belə keysəriyyət etmir. Rusiyada da elədir. Yəni normal doğuş etməlisən. Əsas yolu Alman dili necə öyrənmək.